sol gözümü sıkmışdım çünkü. Oku buradan. K-O-T-B-T B-V-H-A-D R-C. Diş həkimi ilə işimizi qurtardıq. İndi gəlmişik göz həkiminə. İndi öz həkimimi gözləyirəm. Gözlərimi yoxlayacaq. Ondan sonra da deyəcək nədir vəziyyət. Çünki 6 ay əməliyyat olmuşdum, göz əməliyyatım. Ona görə müayinəyə gəlmişəm ki, yoxlasın, hər şey yaxşı-yaxşıdır. Ağzım əyri görsən nə bilə, hələ də dərman təsiri qalıb. Herkese salam, kanalıma hoş geldiniz. Bugün sizlere Azərbaycanda etdirdiyim lazer göz əməliyyatından bahsedeceğim. Deməli, lazer əməliyyatımdan artıq 6 ay keçdi. Əslində bu videonu Azərbaycanda çəkməyədim, sadəcə orada vaxt olmadığı üçün. İndi gəldikdən sonra vaxt tapıram və çəkməyə qərar verdim. Deməli, hardasa 28 avqustda 2024-cü ildə göz əməliyyatına getdim. Azərbaycanda o vaxtı 28-də idi klinikaları, AMT klinikası. İndi klinikalarını dəyişiblər. İndi göz klinikalarını dəyişiblər. Briz LD klinikada işləyirlər. Mən gözlərimi əməliyyat elətdirdim Səbinə Əbiyevaya. O vaxtı dediyim kimi AMT klinikasında işləyirdi. Biz vaxt götürdük. Ondan sonra qərar verdik getməyə. Biz getdiyimiz gün bəxtimizə əməliyyat edirdilər. Elə həmin gün yoxlanışa girdik. Bu arada yoxlanışa girəndə 50 manat ödəyirsiniz yoxlanış üçün. Gözlərinizi yoxlayırlar. Uyğundur yoxsa uyğun deyil deyə qərar verirlər. Bu arada əməliyyatın fərqli növləri var. Mən əməliyyatdan no touch lazer əməliyyatı oldum. Mənim gözlərim ona uyğun gəldi. Dediyim kimi 50 manat ödəyirsiniz, yoxlanış edirsiniz. Yoxlanış edildən sonra keçirsiniz həkimin yanına. Həkim sizə məsləhət verir və deyir ki, məsələn tutalım ki, mənə deyir ki, sən gözün no touch lazer əməliyyatına uyğundur. Əməliyyat davam edir, yəni hardasa maksimal 2 dəqiqə, yəni elə də çox böyük çəkmir. Həkim, yəni mənim gözümə belə bıçaqla falan heç bir iş görmür. Sadəcə gözü əvvəlcə təmizləyirlər. Əməliyyatdan qabaq kediş kimi bir şey vurdular, bilmirəm onu dəqiq. Sonra getdim, həmin o lazerə fokuslandım. Yəni o lazerə baxmalıydınız, ondan sonra lazer işini görür. Yəni həkim özü də mənə demişdi ki, narahat olma, mən heç əldə dəyməyəcəm. Həqiqətən də elə oldu. Lazer əməliyyatını elətdirdim. Əməliyyatdan sonra mən yanımda eynək falan götürmüşdüm. Yəni günəşə qarşı eynək götürmüşdüm. Çünki yay aydı, günəş də onda çox idi. Eynəyi taxdım, ondan sonra getdim. No touch lazer əməliyyatı biraz ağrılıdır. Həmin günü ağrım çox oldu, həqiqətən də oldu. Necə deyim, gözləriniz belə yanır falan, yəni belə çox qəribə hissləri var. Yəni o yanğını ifadə edə bilmərəm. Nəysə bizə ağrı kəsici də yazmışdı. Ketanol, belə bir ağrı kəsici, iynəsi. Mən normal ağrı kəsici də qəbul edirdim, amma dərman işə yaramır. O ağrı kəsicini vurandan sonra həqiqətən də acım dindi. Biraz yata bildim. Bizə göz damcıları yazmışdı. Səhv eləmirəmsə elə evə gedəndən sonra, yəni 1 saatdan sonra elə həmin o göz damcılarına başladı. 3 dənə ayrı fərqli göz damcısı yazmışdı. Hər birinə yəni öz vaxtı vardı. Biri 3 saat sonra, biri 4 saat sonra belə fərqləri var idi. Soyuducuda saxlayırdıq. O da sərin olurdu. Sərin olurdu, gözə daha rahatladırdı. Sanki belə bir hissi var idi. Onu dediyim kimi göz damcılarına başladıq. Qətiyyən su vurmaq olmaz. Sadəcə bu belə uzanırsınız. Elə bütün bu 3 günü belə uzanırsınız. Yəni ağzıüstü falan yatmaq qətiyyən olmaz. Su vurmaq olmaz. Gözünüzü ümumiyyətlə əl vurmaq qətiyyən olmaz. Yəni bu 3 gün ərzində bu 3 gün əsas çox vacibdir. 3 gün dözürsünüz. 3 gün bitəndən sonra gözünüzə qoruyucu linza qoyurlar. Yəni birdən də belə çaşarsınız, əliniz dəyər falan. Olur da insandır, siz belə qaşınır, istəyirsiniz belə gözlərinizi qaşıyasınız. Yəni ona biraz dözmək lazımdır. O 3 gündən sonra getdik həkimə, həmin o linzaları da çıxartdı. Gözdə bir fərahlıq gəlir.
O 3 gün ərzində zaten gözünüzü necə deyim, görmürsünüz. Həqiqətən görmürsünüz. Gözünüzü bağlayırsınız. Ümumiyyətlə işığa qarşı belə həssas olursunuz. Hardansa işıq gələndə dəli olursunuz. Deyirsiniz ki, bu hər yanı bağlayın, zil qaranlıq olsun. Yəni öyləcə bir qaranlıq istəyirsiniz. İnsanın bu işığa qarşı gözləri çox həssas olur. Mən əməliyyatdan sonra gözümdə eynək var idi. Hətta o eynəkdən belə gözünüzü yumanda, işıq olanda belə qırmızı görürsünüz də, şeyləri, ətrafı qırmızı görürsünüz. Ona belə reaksiya göstərirdim. Mən özümdən asılı olmam, biraz çox ağladım falan, bilmirəm. O ağrını hiss edən insan və yaxud da bu əməliyyatı eləmiş insan o ağrını bilər. Mən də o dediyim kimi o 3 günlük. Birinci gün çox ağrıldı, amma ikinci gün, üçüncü gün, üçüncü demək olar ki, yavaş-yavaş hər şey gedir, normallaşır. Amma birinci gün dəhşət, o ağrı həmişə qalır. Amma dediyim kimi bu əməliyyatın növləri var. Məndə no-touch lazer əməliyyatı idi, ona görə ola bilər daha ağrılıdır, başqa əməliyyatlar daha asandır. Hə, əməliyyatın növləri var. Mənim məsələn qrup yoldaşım, universitetdən qrup yoldaşım eləmişdi. O demişdi ki, onda elə bir ağrı olmamışdı. Onda başqa bir əməliyyat eləmişdi. No-touch lazer əməliyyatı deyildi. Onda daha asan idi. Mən də dediyim kimi no-touch lazer əməliyyatı olduğu üçün daha ağır oldu. Sonra 3 gündən sonra gedirsək mi yanına? Sizi yoxlama eləyir, neçə faiz görürsünüz. Yəni sizə nəticələr deyir. Həkim zaten əməliyyatdan öncə də deyir ki, məsələn, deyir tam ki, sağ gözünüz görəcək 70%, sol göz 100%. Məndə də belə olmuşdu. Mənim gözümün biri, yəni sağ gözüm -7, sol gözümdə -6,5 olub. Eynə heç vaxt taxmaq istəməmişəm, kompleksim olub, yəni eynədən zəhləm gedirdi. Mən də həmişə belə taxmırdım. İşləyəndə falan beləncə ya da oxuyanda nəysə uzaq görmürdüm, yəni taxırdım. Bütün həyatım boyunca demək olar ki, eynə çox da istifadə eləməmişəm. Amma hər zaman kompleksim olub. Ondan sonra mən dediyim ki, tanışım eləmişdi. Mən də ondan soruşdum, harda eləmişsən? Getdim həkimin yanına. Sağ olsun, çox gözəl də maraqlandılar. Əməliyyatımda 2 dəqiqə içində əməliyyat oldum. Sadəcə orada yoxlanır. Yoxlanışları biraz gözləyirsiniz, qan verirsiniz. Ondan sonra əməliyyata uyğunluğunuz deyilir və əməliyyata gedirsiniz. Əməliyyatım çox şükür çox yaxşı getdi. Hətta məndən qabaq məsələn biri var idi ki, onun bir gözünü elədilər, bir gözü qaldı. Çünki onun adını mən bilmirəm. Yəni gözü açıq saxlamam üçün xüsusi material var. O gözünü o qədər çox sıxmışdı ki, həmin o material çıxmışdı gözündən. Yəni ona görə onu bir gözünü eləyib, bir gözünü eləməmişlər məsələn. Ona görə də özünüzü çox sıxmalı deyilsiniz. Özünüzü tam rahat buraxmalısınız. Həkim də öz işini zaten görməlidir. Əməliyyat üçün 900 manat pul ödədim. Yəni 2 göz üçün 900 manat pul ödədim. İndi deyirəm ki, kaş bunu əvvəlcədən eləyərdim, bu qədər gözləməzdim. Ətrafda bəlkə nə qədər şeylər qaçırmışam, görməmişəm. İndi tam rahat görürəm, tam rahat oxuyuram. Əməliyyatdan sonra nə oldu? Bu 3 gün keçdi. Mən bəzi yoxlanışlara getdim, bacardığım qədər. Sonra mən gəldim Almaniyaya. Bu arada bu 3 gündən sonra telefona baxmağa icazə verirlər, amma həmin o əməliyyat olduğunuz müddətdə heç bir icazə yoxdur. Heç nəyə baxa bilməzsiniz belə şeylərə. LED işıqlardan uzaq durmalısınız. Telefona zaten 3 gün keçəndən sonra baxanda belə məndə bir necə oldu, sanki belə ekrandakı şeylər belə başqa bir yerində durmurmuş kimi belə görürdüm yəni. Ancaq səslərə qulaq asıb səslərə cavab verirdim. Onu bacarırdım. Beləncə nə olur? Zaten kompüterdə telefonu tam görməyə bir həftə falan belə tam düzəldir. 3 ay ərzində göz damcıları eləyirsiniz. Bu arada Almanyaya gələndə yəni heç kim damcılara görə bir şey demədi, nə də resept falan heç nə istəmədilər. Yəni tam rahat şəkildə gətirmək olur. 3 ay ərzində damcıları elədim. Bəzən ağrılar olurdu. Mənim hətta təxmini noyabr ayında 2 ay sonra gözümdə ağrılar olurdu. Yatanda əziyyət çəkilməyib, sanki belə sıxılmış kimi hiss edirdim özümü. Hətta sonra yoxlanışa getdim ki, bəlkə infeksiya falan var, amma infeksiya yox idi. Sadəcə gözümdə quruluq var imiş. Onun üçün də həkim mənə göz damcısı yazdı ki,
bu gözdəki quruluğa qarşı. Gözümdəki o quruluq məni narahat eləyirdi. Gözüm qızarırdı, belə şeylər olurdu. Ona qarşı da damcı aldım. Təbii ki, həkimə soruşdum. Həkim özü deyir ki, istifadə edə bilərsən, problem yoxdur. 6 ay sonra yenə gəldik. Bu arada 3 ay müddətində pulsuz yoxlanışlara gedə bilərsiniz. Sadəcə mən burada olmadığım üçün 6 ay sonra gedəndə yenə müayinə üçün 50 manat pul ödədim. Həkim gözlərimi yoxladı. Uzağa görmə falan hər şey yaxşıdır. Quruluq, yəni şikayətim üçün də yenə göz damcısı yazıb. Bir də maz yazıb. Gecələr də o mazı vururam. İndi demək olar ki, o quruluq çox da məni narahat eləmir. Göz damcısından sonra daha da yaxşıyam. Əvvəlki kimi o ağrım falan elə şeylər qalmayıb. İşıqlara qarşı həssaslığım hələ də var. Məsələn, gecələr olanda o işıq həssaslığım hələ də qalır. O da ki, necə həkim dediyi kimi, bəzi insanlar var ki, onlar da işıq həssasdırlar. İşığı birdən yandıranda məsələn deyirlər ki, söndür falan, belə şeylər ola bilər. Və yaxud led işıqlara qarşı həssasdırlar. Belə şeylər olacaq. Çünki bizim gözlərimiz sıfırlanmış, belə bir şey. Gözlərimiz sıfırlanıb, bunlar hamısı tam normaldır. Artıq bunu belə qəbul etmək lazımdır. Əməliyyatı etdirəndən sonra yanınızda kimsə lazımdır həqiqətən. Yəni, ən azından siz həm müddət görməyəcəksiniz, gözünüzü aça bilməyəcəksiniz. O damcıları tökmək lazımdır. Özünüz onu həmin vəziyyətdə mümkün deyil. Ona görə də hər zaman yanınızda bir insan olsun ki, ən azından bu 3 gün keçənə qədər sizə köməkçi olsun, dəstəkçi olsun. Məsələn, mən Almaniyada təkil ola, burada onu elətdirə bilməzdim təkil ola. Onun üçün Azərbaycan gəldim, Azərbaycanda elətdirdim. Həm də burada bilmirəm neçəyə çıxır. Bəlkə də sığortam eləyərdi, onu da dəqiq bilmirəm. Heç burada araşdırmadım da. Çünki zaten belimdə idi ki, Azərbaycanda onu elətdirəcəm. Əməliyyatda tam olaraq dediyim kimi, əməliyyat 9 manat eləmişdim. Endirimdə idi, indi bilmirəm qiymət neçədir. Amma orada tez-tez endirimlər olur. Yəni 9-a edirlər. Normalda 1200, belə endirimdə 9-a elətdirirsiniz. Yoxlanış üçün 50 manat ödəmişdim. Bir də göz damcılarına pul ödəmişdim. Göz damcısının o vaxtı biri çox bahalı idi. 20 neçə manat idi. O biriləri 15-15 belə bir şeydi. Yəni təxmini əməliyyat sizə gəlib çıxır 1000 manat. 1000 manat. Yəni bu dərmanlarla falan hamısı bir yerdə 1000 manat ödəyirsiniz. O ilə də hər şey hazırdır. Yəni bir də qan verəndə qan analiz üçün 20 manat belə bir şey ödəmişdik. O yadımdadır. Bundan başqa heç nə. Xəstəxananın adını, həkimin Instagramını sizə qoyacağam. Həqiqətən də bu əməliyyatı elətdirin, etdirin. Tanışlarınıza da deyin. Sağlıqdan gözəl heç nə yoxdur. Özünüzə yaxşı baxın. Video sizə köməkçi olursa like edin, bəyənin, abunə olun. Özünüzə yaxşı baxın. Sağ olun.